Qadınlar Suresi Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib, yer üzünə yayan Rəbbinizdən qorxun. Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin. Həqiqətən Allah sizə nəzarət edir. Yetimlərin mallarını özlərinə verin və yaxşını pis ilə dəyişməyin.